Salam dəyərli müəllimlər, axşamınız xeyir olsun. Sizlərə bugünkü izahım olacaqdır. Psixomotor taksonomiya haqqında. Bildiyimiz kimi indi ekranda da biz görürük. Psixomotor taksonomiyanın 5 dənə mərhələsi var. Psixomotor taksonomiyanın mərhələləri nədən ibarətdir? Bilirik ki, taksonomiya sadədən mürəkkəbə, aşağıdan yuxarıya doğru zəncirvari bir quruluşdur. Burada da baxırıq. İlk mərhələmiz nədir? İmitasiya. İkinci mərhələ manipulyasiya. 3 dəqiqlik, 4 artikulyasiya, 5-ci nəhayət sonuncu mərhələmiz olacaqdır təbiiləşmə. Deməli, psixomotor taksonomiya bəhs edir hərəki bacarıqlardan. Biz də həmin hərəki, yəni icra bacarıqlarını nə edirik? İnkişaf etdiririk. O icra bacarıqlarını inkişaf etdirmək üçün müəyyən mərhələlərdən keçməliyik. Məsələn, bir insan birdən-birə mükəmməl şəkildə tort bişirə bilər və yaxud mükəmməl maşın sürə bilərmi? Təbii ki, xeyr. Çünki bir işi mükəmməl şəkildə icra etmək üçün müəyyən mərhələlərdən, yəni ki, bu mərhələlərdən nə etməliyik? Biz keçməliyik. Bayaq da dedim, yenə də deyirəm, deməli, bu hərəki bacarığın da 5 dənə mərhələsi var ki, bunları biz ekranda da görürük. Birinci mərhələmiz imitasiya, ikinci manipulyasiya, üçüncü yerdə gəlir dəqiqlik, dördüncü yerdə artikulyasiya, beşinci yerdə nəhayət təbiiləşmə. İndi başlayaq bir-bir bunlara diqqət yetirməyə. Deməli, müəllimlər, belə deyək də, məsəl üçün bir mərhələdə, məsəl üçün dedik ki, aşağıdan yuxarı doğru bu mərhələlər nə edir? İnkişaf eləyir. Bir insanın, bir şagirdin psixomotor bacarıqlarını da inkişaf eləməsi odur ki, yəni bu mərhələlərdən, yəni asandan çətinə doğru birə-bir keçsin, düzdür? İndi baxaq birinci mərhələmizə. Bax, imitasiya nədir? İmitasiya sözü nədir? Onu biz testdə necə seçə bilərik? Bax, imitasiyanı testdə seçərkən 3 dənə açar sözünə diqqət eləməliyik. Burada açar sözlərimiz nədir? Baxmaq, görmək və izləmək. Deməli, açar sözlərimiz nə oldu? Baxmaq, görmək, bir də izləmək. Baxın, bu üçü imitasiyanın açar sözləridir. Deməli, imitasiya özü nədir? İmitasiya özü təqlid etməkdir, müəllimlər. Məsələn, indi bəzi müğənnilər, məsəl üçün, digər tanınmış, seçilən müğənnini təqlid edirlər də, onun kimi geyinirlər, onun səsini oxşadırlar, öz səslərini, onun elədiklərini edərək gündəmə gəlmək istəyirlər. Deməli, bu nə olur? Hansısa müğənnini imitasiya eləmək. İmitasiya birinci mərhələdir. Yəni, psixomotor bacarıqda ona görə, yəni ki, kobud ola bilər imitasiya bacarıqları. Yəni, səhvləri ola bilər imitasiyada olan şagirdin. Çünki insan ilk etdiyi, məsəl üçün, şeydə səhvlərə yol verə bilər. Ona görə də burada heç bir problem görmürük. Çünki ilkin mərhələdir, səhv də edə bilərik. Sanki uşaq, məsəl üçün, birinci sinifə gedir, müəllim lövhədə A-nı yazır. Uşaq da onun əlinə baxıb yazır. Yəni, onu təqlid edir. Ona baxır, müəllimə baxır, A-nı yazır. O lövhədə yazır, bu dəftərinə yazır. Bu nə olur? Təqlid etmək. Bu zaman, məsəl üçün, təqlid edərkən ilk dəfə olduğu üçün, ilk mərhələ olduğu üçün şagird o A hərfini əyri də yaza bilər, səliqəsiz də yaza bilər. Çünki təzə-təzə öyrənir hələ. İmitasiya mərhələsi vizual görərək, izləyərək yerinə yetirməkdir. Deməli, burada bizim açar məqamlarımız nə oldu? Bayaq da demişdim, müəllimlər. Yenə də təkrar-təkrar deyirəm ki, yadınızda möhkəmlənsin. Açar mərhələmiz nə oldu? Baxaraq, görərək, izləyərək təqlid etmək. Yəni, bunları görən zaman biz testlərdən imitasiyanı rahatla seçəcəyik, rahatlıqla. Testə baxırıq. Məsəl üçün, kitabda nə deyir? Kitabda deyir ki, baxın, burada tərif verilibdir bizə. Baxırıq, görək kitabda bizə nə deyir. Deməli, kitabda nə deyir? Şagird bir hərəkəti müşahidə edir vizual olaraq. Baxın, burada müşahidə etdi. Necə? Vizual, görərək müşahidə edir. Sonra nə edir? Sonra onu təqlid edir. Təqlid də nə oldu? Təkrarlamaq. Yəni, bir şeyi şagird görür, izləyir, baxır, sonra onu təkrarlayır, təqlid edir. Bu olacaqdır imitasiya mərhələsi, müəllimlər. Deməli, məsəl üçün, PTS-də qənnatçı müəllimə, məsəl üçün, tort bişirir. Uşaq da müəllimin əlinə baxır,
onun elədiklərini eləyir, digər tərəfdə bişirirsə o tortu, nə olacaqdı? Olacaqdı imitasiya. Nə deyir tərifdə də? Bu təqlid məsəl üçün kobud ola bilər, qeyri-nümunəvi ola bilər. Çünki ilk dəfədir. Axı ilk dəfə eləyir axı şagird onu. Deməli nəzərə almaq lazımdır ki, fiziki inkişafın bu ilk mərhələsidir. İmitasiya mərhələsi. İndi refleksiya edək. İmitasiya deməli psixomotor taksonomiyanın neçənci mərhələsi oldu? Deyəcəyik birinci mərhələsi. Bu imitasiyanın işi nədən ibarət oldu? Baxmaq, görmək, izləmək və sonra bir işi baxdığı kimi, gördüyü kimi, izlədiyi kimi nə edir? Baxır, görür, sonra onu təkrarlayır. Bu olacaqdı imitasiya. İndi baxaq manipulyasiyaya. Manipulyasiyanın da müəllimlər açar sözləri nədir? Təlimatdır, göstərişdir. Yəni təlimat əsasında, göstəriş əsasında nəsə bir işi görmək. Deməli baxın müəllimlər, imitasiyada uşaq baxırdı, nə isə edirdi. Burada isə artıq baxın bu manipulyasiyada nə edir uşaq? Təlimat əsasında edir. Deməli burada təlimat da neçə cür ola bilər? Yazılı formada da ola bilər, yəni yazaraq da nə isə təlimatına baxar, yazını oxuyar da eləyə bilər. Bir də var şifahi formada. Məsəl üçün deyirəm ki, filan şeyi filan cür elə və bir var reseptə baxır, tortu bişirir. Bir də var ki, mən oturmuşam, müəlliməm, deyirəm ki, məsəl üçün əvvəlcə yumurtanı sındır, sonra pessoa əlavə elə, sonra nə bilim ununu tök, qabartmasını tök, mikserdən istifadə. Bax, bir var deyərək təlimat verirəm, bir də var hazır kitab reseptə baxır, oradan oxuyur, eləyir. Yəni iki cür də bizim təlimatımız ola bilər. Təlimat varsa nə olacaqdı? Təlimata baxıb nə isə eləyirsə uşaq olacaqdı manipulyasiya mərhələsi. Məsəl üçün bir də deyirəm, baxın yazılı təlimat dedik ki, təlimat da iki cürdür, yazılı və şifahi formada. Yazılı təlimat necə olur? Məsəl üçün bir məişət əşyası alırıq, onu da məsəl üçün gətirib evdə quraşdırmalıyıq, düzdürmü? Bunun da içərisində yazılı formada onun quraşdırılma ardıcıllığı, yəni qaydası yazılır. Bu olur əşyanın yazılı təlimatı. Ona əsasən də nə edirik? Əşyanı qururuq. Olacaqdır manipulyasiya. Deməli, birinci mərhələmiz nə idi? İmitasiya. İmitasiyada nə deyirdi? Deyirdi ki, kiməsə baxıb işi görürük. Amma ikinci mərhələmiz nə oldu? İkinci mərhələmiz oldu manipulyasiya. Manipulyasiyada isə təlimat əsasında. Təlimat da dedik ki, yazılı və şifahi formada ola bilər. Təlimat əsasında da işi görürüksə olacaqdır manipulyasiya. Məsəl üçün, model yaratmalıyıq. Bizdə də məsəl üçün ardıcıllıq verilir və həmin ardıcıllıqla o modeli yaradırıqsa olacaqdır manipulyasiya. Deyirəm ki, təlimata əsasən məsəl üçün loqonu qur, şəkili çək təlimat əsasında, alət düzət təlimat əsasında, məsəl üçün aləti təmir elə. Bu təlimat əsasında eləyirəmsə, fərqi yoxdur yazılı və şifahisindən asılı olmayaraq. Olacaqdır manipulyasiya mərhələsi. Və yaxud desəm ki, məsəl üçün mən bax düzəldirəm bu alət, sən də mənə bax elə, olacaqdır imitasiya. Testlərdə müəllimlər qarışdırmayın. Məsəl üçün, belə deyək də, sadə şəkil çəkdirsək, Lego qurdsək, cihaz düzəltdirsək, məsəl üçün, onda olacaqdır artikulyasiya. Yəni, burada təlimat yoxdursa, kiməsə baxmaq yoxsa, sadəcə deyirəm şəkil çək. Artikulyasiyadır. Amma desəm ki, təlimat əsasında şəkil çək və yaxud müəllimin əlinə baxaraq şəkil çək. Müəllimin əlinə baxaraq çəkilən şəkil olacaqdır imitasiya. Təlimat əsasında çəkilən məsəl üçün şəkil olacaqdır manipulyasiya. Amma sadəcə deyirəm ki, şəkil çək. Daha burada və ona nə təlimat vermirəm, nə mənə baxıb eləmir, olacaqdır artikulyasiya. Baxın, bunu müəllimlər testlərdə qarışdırırlar. Necə ki, idrak taksonomiyasında məsəl üçün fərqləndirmək, müqayisə etmək, anlamaqdır. Lakin məsəl üçün fərqləndirib, müqayisə edib, birini də önə çıxartmaq, təhlil etməkdir. Yəni burada da yəni iki feildir də, düzdür. Burada da yəni şəkil çək, alət düzət və s. bunlar artikulyasiyadır. Ancaq bunları təlimata əsasən ediriksə manipulyasiyadır. Aydındırmı? İndi kitabdakı tərifə baxaq. Tərifdə bizə nə deyir? Baxın, bu hissəyə baxaq. Bircə dəqiqə mən onu yaxınlaşdırım. Baxın, tərifdə bizə nə deyir? Deyir ki, bu mərhələdə birbaşa müşahidə olmadan
yazılı və şifahi, yəni baxmadan, nəyəsə bir şey müşahidə etmədən, yazılı və şifahi təlimatla hərəkətin fiziki icrası nəzərdə tutulur. Bu mərhələnin hərəkət feilləri, açar sözləri imitasiya mərhələsinin feilləri ilə oxşardır. Lakin fərq ondadır ki, bu hərəkətlər əyani müşahidə ilə deyil, yazılı və şifahi göstərişlərin köməyi ilə həyata keçirilir. Məsəl üçün, imitasiyada nə demişdik? Demişdik ki, görür, nə isə eləyir, görüb eləyir. Məsəl üçün, baxır eləyir, baxaraq nə isə eləyir və yaxud izləyərək nə isə eləyir. Bunlar imitasiyaya aiddir. Amma manipulyasiyada nə demişdik? Demişdik ki, yazılı və xəttim biraz pisdir, üzürlü sayın burada. Şifahi təlimat əsasında. Deməli, baxın, nə isə bir iş görülür. İmitasiyadsa baxır, izləyir, görür, eləyir, amma manipulyasiyadsa təlimat əsasında. Təlimat da iki cürdür, yazılı və şifahi. Davam eləyirik indi. İndi baxırıq müəllimlər dəqiqlik mərhələsinə. Üçüncü mərhələmiz olan dəqiqliyə. Deməli, dəqiqliyin açar sözləri nədir müəllimlər? Tək şəkildə bir işi icra edir, müstəqil şəkildə icra edir, sərbəst icra edir, köməksiz icra edir. Varsa qeydlər götürün dəftərlərinizdə. Bu olacaq da dəqiqlik mərhələsi. Dəqiqlikdə şagird heç yerdən kömək almır. Yəni, bir işi gördükdə heç yerdən kömək almırıq. Bir işi tək başına, köməksiz şəkildə etməkdir dəqiqlik. Səhvləri minimuma endirməkdir. Məsəl üçün, imitasiyada səhv edə bilərik. Manipulyasiyada səhv etməyimiz mümkündür. Ancaq dəqiqlik mərhələsində bir işi dəqiq şəkildə icra etməyə çalışmaqdır. Yenə də, yəni dəqiq etməyə bilərik dəqiqlik mərhələsində. Ancaq dəqiq etməyi bacarana qədər biz bir işi təkrar eləyiriksə, olacaq da tam aldırana qədər dəqiqlik mərhələsi. Məsələn, müəllim şagirdlər üçün lövhəyə üçbucaq çəkdi. Uşaq da, yəni şagird də ona baxdı, lövhədəki üçbucağa. Onu çəkdi dəftərinə. Bu oldu imitasiya. İkinci misalı gətirəm. Baxın, müəllim şagirdlərə deyir ki, üçbucağı çəkin. Uşaqlar da onun didikləri əsasında göstərir də, yəni ki, dili ilə deyir ki, bu formada çəkin. Olacaq, əgər onun didiyi əsasında çəkirsə üçbucağı dəftərinə, olacaq manipulyasiya. Lakin müəllim ev tapşırığı veribdir üçbucaq çəkməyi. Düzdür, uşaq da gedib evdə özü tək başına, heç kəsdən kömək almadan o üçbucağı dəftərinə çəkirsə, bu olacaqdır müəllimlər. Artıq hansı mərhələ? Təbii ki, dəqiqlik mərhələsi. Deməli, çəkən zaman da bu üçbucağı dəqiqlik mərhələsində şagird səhvlərə yol verə bilər. Ancaq düz çəkənə qədər təkrarlayırsa, təkrar çəkirsə, düz çəkənə qədər dəqiqlik mərhələsi. Yəni, dayanmadan çalışıb səhvləri minimuma endirirsə, olacaqdır dəqiqlik mərhələsi. Məsəl üçün, şagird tapşırığı köməksiz şəkildə yerinə yetirirsə, dəqiqlik mərhələsidir. Məsəl üçün, aləti dəqiq, düzgün düzəldənə qədər təkrar üzərində iş aparırsa, olacaqdır dəqiqlik mərhələsi. Yeni öyrənənlərə əsasən tapşırığı nümayiş etdirirsə, olacaqdır dəqiqlik mərhələsi. Yəni, öyrəndikləri əsasında da nəsə bir tapşırıq həll edirsə, bildiklərinə əsasən, öyrəndiklərinə əsasən, baxın, bunlar açar məqamlardır. Olacaqdır dəqiqlik mərhələsi. Deməli, bir işi öyrəndiyin yolla edirsənsə, bu dəqiqlik mərhələsidir. Məsəl üçün, öyrəndiyin mahnını musiqi alətində ifa etmək. Bildiyin resept əsasında salat hazırlamaq. Yəni, bir işi köməksiz, dəqiq, bildiyin kimi, öyrəndiyin formada icra edirsənsə, bunlar olacaq da hamısı dəqiqlik mərhələsinə aid. İndi refleksiya edək. Məsəl üçün, videoya baxdıq, ona əsasən videoya baxa-baxa salatı hazırladıq. Hansı mərhələ olacaqdır? İmitasiya. Bildiyimiz resept əsasında, yox, məsəl üçün, resepti oxuduq, sonra salatı hazırladıq. Təlimat əsasında, manipulyasiya. Bildiyin, yəni öyrəndiyin resept əsasında salat hazırla varsa dəqiqlikdir. Ancaq desə ki, sadəcə deyirəm ki, salat hazırla, şəkil çək. Bu dəqiqlik mərhələ. Dəqiqlik nədir? Üzr istəyirəm. Bu olacaq da artikulyasiya. Burada öz istədiyin kimi, yəni əlavə edərək hazırlayırsan da bir salatı. Düzdür? Deməli, artikulyasiyada dəyişdirməyə icazə var.
İndi kitabdakı tərifə baxaq, artikulyasiyaya daha sonra nəzər yetirərik. Bax, kitabdakı tərifdə nə deyir? Deyir ki, deməli, yazılı təlimatlardan və ya vizual modeldən asılı olmadan, başqalarının köməyi və müdaxiləsi olmadan müəyyən təcrübə ilə hərəkətlərin müstəqil şəkildə yerinə yetirilməsini tələb edir bu dəqiqlik mərhələsi. Hərəkəti icra edərkən səhvləri minimuma endirmək. Yəni ki, təkrar eləyirik ki, artıq öyrənirik, dəqiq icra edirik, səhvləri də minimuma endiririk. İndi baxaq artikulyasiya mərhələsinə müəllimlər. Yox, artikulyasiyaya keçməmişdən əvvəl elə artikulyasiyaya baxaq. Bax, artikulyasiya nə deməkdir? Bir neçə hərəkəti, bir neçə bacarığı, baxın bu mərhələyə baxırıq. Deməli, bir neçə hərəkəti, bir neçə bacarığı birləşdirərək eləməkdir. Deməli, burada bir neçə hərəkəti birləşdirib kombinə etmək var, müəllimlər, sintez etmək var. Məsələn, uşaq gedir rəqsə, birinci müəllim ona nə öyrədir? Ayaq hərəkətini öyrədir, sonra əl hərəkətini öyrədir, sonra ritmə uyğun bunları birləşdirib oynayırsa, şagird rəqs eləyirsə, bütün bunları birləşdirib, olacaq da artikulyasiya. Yəni, bacarıqlarını birləşdirir, ardıcıllıqla birləşdirib hərəkət eləyirsə, o artikulyasiyadır. Məsəl üçün, musiqi, rəng, səs, bunları birləşdirib video hazırlamaq artikulyasiya mərhələsidir. Şəkil çəkmək, alət düzəltmək, şəkil çək, alət düzəlt deyirsə artikulyasiya mərhələsidir. Məsəl üçün, öyrəndiyindən istifadə edərək şəkil çəkdirsək, bayaq da demişdim müəllimlər. Bu olacaq da dəqiqlik mərhələsi. Ancaq sadəcə deyirəm ki, məsəl üçün, Aynurə şəkil çək, aləti düzəlt, Elmir. Bu olacaq da artikulyasiya mərhələsi. Deməli, birdən çox bacarığı birləşdirirsənsə, dəyişdirirsənsə, dəyişdirmə imkanın da varsa, birləşdirib, olacaq da artikulyasiya mərhələsi. Dəqiqlikdə bayaqlarım nə demişdim müəllimlər? Dəyişdirmək yox idi, düzdür, dəqiqlik mərhələsində. Orada işi bildiyin üsulla görürsən, öyrəndiyin üsulla görürsən. Ancaq artikulyasiyada sadəcə işi gör deyir. Yəni, əlavələr də edə bilərsən, burada dəyişikliklər də eləyə bilərsən. Yetər ki, o işi gör. Məsəl üçün, yeni il şənliyi ilə bağlı video çarxı hazırla. Piroq bişir. Kağız kardondan musiqi aləti düzəlt. Artikulyasiyadır. Rəqs et. Artikulyasiyadır. Robotun modelini düzəlt. Artikulyasiya mərhələsi. Tullantı materiallarından hər hansı bir əşya hazırla. Artikulyasiya mərhələsidir. İndi kitabdakı tərifə baxağın müəllimlər bircə dəqiqə. Deməli, kitabda bizə nə deyir? Deyir ki, bu mərhələdə müxtəlif fəaliyyətləri birləşdirərək eyni zamanda müvafiq ardıcıllıq, dəqiqlik surətlə yerinə yetirməyi tələb edir. Şagird bacarıq və məhsulu yeni vəziyyətə uyğunlaşdıra və dəyişdirə bilər, yəni ki, bu mümkündür. Deməli, bu oldu bizim nəyimiz? Artikulyasiya mərhələmiz. İndi baxırıq, görək başqa nə var. Baxaq indi təbiiləşməyə, sonuncu mərhələmizə. Baxın, təbiiləşmə nədir müəllimlər? Burada artıq kiməsə şagird baxıb eləmir, kimisə təlimatına əsasən nəyisə bir işi eləmir. Öyrəndiyindən, məsəl üçün, dəqiqlik mərhələsində nə deyir? Deyir ki, öyrəndiyindən istifadə edərək nəsə gör. Öyrəndiyindən istifadə etmir. Nələrsə birləşdirib bir iş görmür. Təbiiləşmədə şagird artıq deyir ki, mən, məsəl üçün, bir işi surətlə görə bilərəm, peşəkaram, mükəmməl şəkildə icra eləyə bilərəm. Bayaq ki, yəni ki, müəllimin məsəlinə qayıdaq. Məsəl üçün, bayaqlarım demişdim ki, lövhəyə üçbucaq çəkdim, şagird də baxdı, çəkdi, oldu imitasiya mərhələsi. Və yaxud deyirəm ki, uşaqlar, dəftərinizə üçbucaq çəkin. Bu manipulyasiya oldu. Və yaxud deyirəm ki, uşaqlar, öyrəndiyinizdən istifadə edərək üçbucağı çəkin. Bu olacaq da dəqiqlik. Və yaxud da sadəcə deyirəm ki, üçbucaq çəkin, artikulyasiyadır. Və təbiiləşmədə nə deyirəm? Deyirəm ki, uşaqlar, məsəl üçün, hər biriniz bir dəqiqə ərzində çoxlu sayda üçbucaq çəkin. Bu artıq təbiiləşmədir. Yəni, bir dəqiqədə uşaq mükəmməl bilir ki, artıq çox sayda üçbucaq çəkə bilər. Məsələn, maşın sürməklə müqayisə edək bunu, təbiiləşməni. Təzə öyrənəndə necə edirik? Məsəl üçün, yavaş-yavaş sürürük, sıxlıq olan yerlərdən qaçırıq. Ancaq tam öyrənəndə artıq bütün bu maneələrdən keçə bilirik də. Bu olur təbiiləşmə. İndi məsələlərlə deyim, yadınızda qalsın müəllimlər. Məsəl üçün, avtomobil sürəndə
Belə deyək də, sürəndə manevr edə bilirmi? Kompüteri tez dəqiq şəkildə idarə edirmi? Təbiiləşmədir. Basketbol topunu səbətə rahatlıqla ata bilirmi? Artıq bacarırsa, olacaqdır təbiiləşmə. Pianoda ifa vərdişi nümayiş etdirə bilirmi? Təbiiləşmə mərhələsidir. Yəni bu mərhələdə insan işi icra edən zaman həyəcanlanmır da, rahatdır. Çünki işi artıq bilir, peşəkarı olur. Məsəl üçün klaviaturada klaviaturaya baxmadan mətn yığa bilirsə, təbiiləşmə mərhələsidir. Nota baxmadan piano çala bilirsə, təbiiləşmə mərhələsidir. Bu qədər müəllimlər. Ümidvaram ki, psixomotor taksonomiyanı aydın şəkildə öyrənə bildiniz. Bir də xahiş edirəm videomuzu bəyənin, rəylər yazın.